Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Salam, əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Bu illəri inşallah Şaban ayının 15-ci günü, yəni Nime Şaban günü yaxınlaşır və miladi tarixi ilə fevral ayının 3-dən 4-ünə keçən gecə, Hicri qəmər tarixi ilə isə 14-dən 15-nə keçən gecə Nime Şaban gecəsinə təsadüf edir. Yəni şam namazından sonra fevral ayının 3-ü şam namazından sonra artıq Nime Şaban gecəsi daxil olur. Bəli əziz dostlar, bu gecə çox əzəmətli gecələrdən biridir. Hətta İmam Cəfər Sadiq əleyhissalamdan bir rəvayət olunur ki, atam İmam Baqir əleyhissalamdan Şaban ayının fəzilətləri barəsində soruşduqda İmam cavab verdi. Bu gecə Qədr gecələrindən sonra ən üstün gecələrdən hesab olunur. Yəni bu gecənin fəziləti bundan ibarətdir ki, Allah bəndələrinə öz fəzlini, lütfünü bu gecədə əta eləyər və onları öz kərəmi ilə bağışlayar. Bu gecə Allaha yaxınlaşmaq üçün səy və təlaş etməliyik. Yəni bu gecə duaların qəbul olduğu gecədir. Bu gecə ibadətlərin qəbul olduğu gecədir və mübarək gecələrdəndir. Və bu elə bir gecədir ki, Allah Taala Qədr gecəsini peyğəmbər üçün qərar verdiyi kimi bu gecəni bizim üçün qərar vermişdi. Və belə isə həmən gecəni çoxlu dua etmək lazımdır və həmd sənalar etməliyik. Peyğəmbərimiz zövcəsi Ayşə xanıma buyurdu. Ey Ayşə, bilirsənmi bu gecə hansı gecələrdəndir? Ayşə xanım cavab verdi. Xeyr, ya Resulallah. Peyğəmbər buyurdu. Bu gecə Şaban ayının 15-ci gecəsidir. Bu gecə ruzular bölüşdürülər, əcəllər yazılar və həccə gedəcək insanlar təyin olunar. Yəni əziz dostlar, bu gecə çox mübarək gecələrdəndir. Hətta fəzilət etibarilə Qədr gecəsindən sonra ən fəzilətli gecələrdən biri hesab olunur. Və bundan da əlavə mübarək Şaban ayının 15-ci günü həmçinin Sahibül Əsr və Zaman ağanın doğum günüdür. Milad tarixi ilə 255-ci il Samira şəhərində dünyaya gəlib. Bu gecənin əməlləri barəsində istəyərdim məlumat verəm. Dostlar, Nime Şaban gecəsinin əməlləri vardır, xüsusi əməlləri vardır və mən bu əməllər haqqında sizlərə məlumat vermək istəyərdim ki, bu gecənin əməlləri nədən ibarətdir? 1. Qüsl etmək. Şaban ayının gecəsinin, Nime Şaban gecəsinin qüslünü edirəm qürbətən Allah. 2. Əhya saxlamaq. Gecəni səhərə qədər oyaq qalmaq, ibadət və razı niyaz etmək. Nəql olunur ki, hər kəs bu gecə ehya saxlasa, bütün qəlblərin öləcəyi gün, qiyamət günü onun qəlbi ölməz. 3. İmam Hüseyn əleyhissalamı yaxından və uzaqdan ziyarət etmək. 4. Peyğəmbər və əhl-i beytinə çoxlu salavat demək. 5. Kumel duasını oxumaq. Bundan da əlavə həmçinin 4-cü günlər, yəni cümə axşamı kumel duası oxumaq müstəhəbbə əməllərdəndir, təkid olunmuş əməllərdəndir. 6. Subhanallah, elhamdülillah, Allahu Ekber, la ilahe illallah zikirlərini 100 dəfə demək. 7. Əbu Yəhya İmam Baqir əleyhissalamdan və İmam Sadiqdən nəql edir. Buyurur ki, Şaban ayının 15-ci gecəsi 4 rükətli namaz qıl və hər rükətində həmdən sonra 100 dəfə İxlas surəsini oxu və namazdan sonra bu zikri deyin. Aşağıda qeyd etdiyimiz zikri deyinəm. Sonra 8. Şaban ayının istiğfar zikri. Əstəğfirullah və əs'əlut tövbə. 9. 2 rükət namaz qılmaq. 1-ci rükətdə həmd və kafirun. 2-ci rükətdə isə həmd və İxlas surələrini oxumaq və namazdan sonra Subhanallah, Elhamdülillah, Allahu Ekber zikirlərini demək. Yəni bildiyimiz 33 və 34 dəfə. 10. Cəfər təyyar namazı qılmaq. Cəfər təyyar namazı haqqında inşallah məlumat verəcəm bir gün necə qılınır, amma bilməyənlər məfatihlərə də baxa bilərlər. 4. 100 rükətli namaz qılmaq. Hər rükətdə həmd və 10 dəfə İxlas surəsi oxumaq. 12. Bu gecədə 3 dəfə Yasin surəsini oxumaq sağlamlıq və uzun ömür və ruzu üçün daha təsirlidir. Və nəhayət sonuncu Ali Yasin ziyarətini oxumaq. Həmçinin bugün İmam Zaman mövzusu ilə əlaqədar rəvayətlərdə qeyd olunub ki, yəni Şaban ayının 15-ci günü
yəni fevral ayının 4-ü rəvayətlərdə qeyd olunur ki, bu gündə oruç tutmaq, dua etmək, Quran oxumaq, tövbə etmək, istiğfar etmək əməlləri tövsiyə olunur. Yəni bir sözlə əzəmətli gündür. İnşallah Allah edəcəyiniz ibadətləri və itaətləri qəbul etsin. Bizlər üçün də dua edərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.